Xoş gördük sizləri, əziz seyircilərimiz, İstəkli Günaz TV tamaşaçıları, sevənləri və bizim çox hörmətli həmvətənlərimiz, soydaşlarımız, əziz Azərbaycanlılar. Getdikcə kiçilən bu dünyamızın hər tərəfinə yayılmış, hər yerdə bir parça Azərbaycan sevdası gəzdirən əziz türk övladları. Günaz TV'nin bu işığında ki artıq bu televiziyamızın, Günaz TV'mizin işığı bir xeyli artıb. Bu çox böyük, bir sevindirici bir göstəricidir. Bu işıqda biz o qədər sərbəst, o qədər rahat, o qədər içdən gələn duyğularla sizinlə görüşə gəlirik ki, yəni bir gün biz bu televiziyanı itirsək, ya bu televiziya bizi itirsə, çox böyük bir təəssüf hissinə qapılacaq və təkrar geri dönülməyəcək bir peşimançılıq yaşamış olacaq. Çünki biz bu mühiti təbii ki, başqa bir yerdə görmədik. Bu da bizim dostlarımızın, bizim müqəddəs vəzifə, vətən, həqiqi vətən ideyasını, missiyasını öz qəlbində, qəlbinin dərin yerlərində gizli şəkildə gəzdirən el oğullarımızın fədakarlığının bəhrəsidir. Yenə də mən Fəxrəddin Salim bugün Güney Azərbaycan televiziyasının efirində sizinlə görüşə gəlmişəm. Artıq izlədiyiniz qədər görürsünüz ki, İrfan və Təsəvvüf adı altındakı bizim rubrikamız, verilişimiz artıq o adı altında müxtəlif elmi, ictimai mövzulara tərəf meyl edir. Düzdür, ümumiləşmiş şəkildə biz öz qayəmizi çatdırmağa çalışırıq. Lakin bu da İrfanın, təsəvvüfün böyüklüyüdür. O fəlsəfənin genişliyindən irəli gəlir ki, bu din kimi ehkamlara, çərçivələrə qapılmır, əziz tamaşaçılar. İrfani dünya görüş, təsəvvüfü bilgilər imkan verir ki, biz öz xalqımızın milli folklorundan tutmuş, aşıq sənətindən tutmuş, bədii ədəbiyyatına qədər məsələləri ortaya qoyaq. Din buna imkan verməzdi. Ona görə də, əziz tamaşaçılarımız, təsəvvüf, irfan din deyil. Şəriət heç deyil. Bu irfandır. Bu Aşıq Ələsgər irfanıdır, Məhəmməd Füzuli irfanıdır. Bu Mövlana Cəlaləddin Rumi sufiliyidir ki, bizə bugün imkan verib ki, mən bugün də çox maraqlı dostlarımızı, qonaqlarımızı dəvət eləmişəm bura. Biz bugün Azərbaycan folklorundan, folklorumuzun içərisindəki müxtəlif sahələrə toxunmaqla milli folklorumuzun ənənələrində, onun variantlığında, onun məhz xalqın malı olma tərəfindən söhbət açacağıq. Əziz tamaşaçılar, məndən sağ tərəfdə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun elmi işçisi, çox dəyərli dostumuz, dəyərli alim Atəş müəllim Əhmədlini görürsünüz. Atəş müəllim, xoş gəlmisiniz. Hoş gördük. Günaz TV-nin efirində sizi təkrar görmək bizim üçün çox xoşdur. Biz də sevindik buna. Sizin bugün bilgilərinizdən, yığdığınız təcrübələrdən biz geniş istifadə etməyə çalışacağıq verilən vaxt çərçivəsində. Və məndən sol tərəfdə gənc alim, mənim çox yaxın dostum, sirdaşım belə deyək, İrfan və təsəvvüf dünyasında çox nadir şəxslərdən də Azərbaycanda ki, təsəvvüfü bilgilərə demək olar ki, praktik şəkildə yiyələnmiş, klassik ədəbiyyatı gözəl bilən, eyni zamanda da Azərbaycan Milli Elmlər Akademiyasının həm də Folklor İnstitutunun Nəzəriyyə şöbəsinin elmi işçisi Atif İslamzadə. Atif müəllim, siz də xoş gəlmisiniz. Mən bu insanlarla məhrəm duyğulara sahibəm, onları çox sevirəm, hər iki insanı. Elə bir olardı, hisslər qarşılıqlıdır. Ki, onun nəticəsində biz, əziz tamaşaçılar, kulisdə kamera arxasında söhbət edərkən mən onlara dedim ki, biz sanki oturmuşuq bir qəhvədə ya institutumuzun bir şöbəsində, bax bu cür söhbət edirik üçlü. Və bu rahatlıq duyğusu ondan irəli gəlir ki, bu insanlarla biz uzun müddətdir ki, bu məsələləri tartışırıq. Aramızda polemika yaranır, bəhslər yaranır, amma nəticədə gəlib bir yerə birləşə bilməsək də bir nöqtədə gözəl mətləblər açılır ortaya. Məsələn, o günü biz institutumuzun şöbəsində bu aşıq yaradıcılığının, ümumiyyətlə folklorun xalq dilinin, xalq təfəkkürünün
məhsulu olmasından, yoxsa konkret istedad sahibləri olan fərdlərin bunu yaratmasından söhbət gedirdi. Ki, anonim düşüncə tərzidir folklor, yoxsa kütləvi psixologiyanın məhsuludur. Məşhur alimlərdən biri folklor iməcilik deyildir deyə demişdi. Maraqlı fikirdir, amma razılaşmadığımız məqamlar da var. Folklordan çörəyə çıxan alimlərimizdən. Var o cür şeylər, amma hər halda o da bir fikirdir. Biz fikrə həmişə hər fikrə qarşı sayğı duyuruq, tolerantlığı qoruyub saxlamaq lazımdır. Ateş müəllim, istəyirdim sizdən başlayaq. Sizcə necə ola bilir? Xalq bir şey yarada bilər, yaxud fərdlər yaradır, bu xalqın malına çevrilir. Bəlkə bu tarixin məsələsidir ki, üstündən bir müddət keçdikdən sonra müəlliflik itir. Çox gözəl bir məsələ ilə yəni çıxışınızın istiqamətini tapdınız. Yəni birinci burada bir məsələ, çox vacib bir məsələ mən qeyd etmək istəyirəm ki, bu yenidən bu məsələlərə qayıdış təbii ki, zamanın gedişatının bir tələbidir. Çünki dünyada belə bir prosesin başlanğıcı, yəni ərəfəsindəyik, amma bu davamlı bir prosesdir. Bu qloballaşma dediyimiz bir məsələ. Türkcə buna küresəlləşmə. Bəli, bax bu təxminən bizim də təsadüf etdiyimiz belə bir tartışmaların, belə bir gəlişmələrin məqamındayıq və buradan daha çox milliliyə can atmaq meyli hiss olunmaqdadır. Bütün dünyada yəni. Bəli, bütün dünyada gedən bir prosesdir. Yəni, amma bu qloballaşma elə bir dəyərlər sistemini məhvə aparan bir istiqamət alır ki, bu zaman xalq öz milli dəyərlərini, özünün gələnəklərini qorumağa can atır. Yəni sizin sözünüzdən mən belə başa düşdüm ki, qloballaşmaya qarşı olan müqavimət milli məfkurələri ortaya çıxarır. Ortaya çıxar, təbii. Kənardan qloballaşma, daxildən milliləşmə. Bu təbii bir müqavimətdir. Təbii bir müqavimətdir və bunun da üzərinə yəqin ki, biz öz varlığımızı, bütövlüyümüzü qorumaqla çıxa bilərik. İlk öncə qeyd etdiyiniz məsələlərdən biz bəhs edək. Vacib olan məsələ folklorun yəni nə olması, folklor nədir sualı ilə birinci olaraq düşündürür bizi daha çox. Çünki indiyə qədər olan tədqiqatlarda, istər bu sosialist inqilabına qədər, istər ondan sonraki bu Sovet Şuravi dövründə bir sıra vaxtlarda bu məsələlər hallandırılıb, müxtəlif münasibətlər bildirilib bu məsələyə. Təbii ki, bu indiki məqamda bizi qane etmir. Yəni, alimlərin yazıları olub, maraqlı münasibətləri olub, fikir yəni ki, haçalanıb. Amma dediyim məsələlər siyasi bir, ideoloji bir çərçivədə olduğundan o ideologiya imkan verməyib. Alimin, yazarın öz fikrini tam ifadə etsin. Ona görə də bax, bu məsələlər bizə hazırki ixtiyar sahibi olduğumuz dövrün, təbii ki, mən bunu siyasiləşdirmə anlamına gətirmirəm. Bu bir elmi bir söhbətdir. Bizim bu elmi çərçivədən çıxış eləyərək bunun daha geniş spektrlarının, tərəflərinin açılmasının və xalqın kimliyini, xalqın mənəvi ölçülərinin tam doğru olaraq ortaya çıxarılması üçün gözəl bir imkan qazanmışıq. Və bu sərhədlər dəqiqləşdirilməlidir. Yəni, yazılı ədəbiyyat dediyimiz məsələ ilə folklor adına olan şeylərin kriteriyaları, yəni sərhədləri dəqiqləşməlidir birinci növbədə. Müxtəlif fikirlər var, bu barədə geniş danışmaq olar. Mən ələlxüsus, bayaq siz müraciət etdiyiniz məsələ ilə öz fikrimi inkişaf elətdirmək istəyərdim. Ad çəkməyə təbii ki, ehtiyac yoxdur. Folklor sahəsində mütəxəssis olub, folklordan faydalanmış və öz həyatını qurmuş insanlar bu məsələyə dönə-dönə qayıdıblar. Amma bir vaxt məqam yetişir ki, artıq bu alimlərin özünün də bir fikirlərinin tükəndiyi bir vaxt olur. Ya inkişaf olmalıdır, qabağa gedilməlidir, ya da ki, hansısa bir tənəzzül olmalıdır. Bu, əlbəttə, tənəzzül hesab etmək olar bu fikri ki, folklor adına olan şeylərin xalqın adına yox, hansısa ayrı-ayrı fərdlərin tərəfindən yaradıldığı fikri cəmiyyətə atılsın və bunun üzərində müəyyən, belə deyək də, fikirlər haçalansın. Bu, biraz provokasyon bir məsələ anlamına gəldi. Və Hüseyn İsmailovun folklor adına yazdığı, yəni bu məqalədə çox gözəl bir şəkildə aksiyon və absurd arasında folklorun olduğunu
və bu tənəzzülün nədən irəli gəldiyini, qaynaqların nə olduğu çox geniş bir öz məqaləsində. Mən bir haşiyə çıxım. Hüseyn İsmailov bizim Allah ona sağlıq versin. Bugün xəstədir, amma o vəziyyətdə də yenə çalışır, öz vəzifəsi başındadır. Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktorudur. Amma direktor olmamışdan qabaq o institutun yaradıcısıdır. Bilirsiniz ki, o institut vaxtilə Akademiyanın Ədəbiyyat İnstitutunun bir şöbəsi idi. Folkloru Ədəbiyyat İnstitutunun şöbəsindən qoparıb ayrıca bir janr olaraq elmi institut etmək məhz o alimin fədakarlığı sayəsində. Elə o fədakarlığının da zərbəsini yedi bugün. Yəni o cismani əzablar içərisində öz işini davam elətdirir. Buyurun. Biz onun sağlıq, yəni durumunun, sağlıq durumunun yaxşılaşmasına biz arzu edirik. Bugün də onun doğum günüdür. Onu da təbrik edirik. Dünya TV efirindən bütün dünya Azərbaycanlıları da bunu eşidir. Onu dünya Azərbaycanlılarında intellektual səviyyə ilə yaxından tanışır, ədəbiyyatı bilən, folklora maraqlanan bütün Azərbaycanlılar onu tanıyır. Xüsusən Güneylilər. Güneyli aşağı ədəbiyyatını sevərlər. Bizim institut, o institutun təbii ki, rəhbərini, yaradıcısını çox gözəl tanıyırlar və bugün Hüseyn İsmailovun bəli doğum günüdür. Bu yəni bizim folklorumuzda bir hadisədir bu insan. Bəli, buyurun, devam edin. Deməli məsələlər Fəxrəddin bəy, siz dediyiniz kimi onun qısa bir formulu bax belədir. Ümumi şəkildə Hüseyn İsmailovun fəaliyyətini dəyərləndirib bir nəticə olaraq ortalığa qoysaq, o folkloru milli mücadilə, haqq işi səviyyəsinə qaldıra bildi. Bax, bu barədə alqışlanmalıdır Hüseyn müəllimin fəaliyyəti. Biz söhbətimizə davam edəcəyik. Nəzəri məsələlər barəsində. Atif İslamzadə. Mən sizə belə deyək də, mənsur olaraq söz verməmişdən öncə, sizin şəxsən özümün çox heyran olduğum mənzum yaradıcılığınızdan bir-iki yarpaq istəyərdim səsləndirəsiniz. Ya o çox sevdiyim qəzəllərinizdən, ya bir sözə bir mənzum başlayın. Siz çox gözəl şairsiniz həm də. Mən söz arası sonra münasibət bildirirəm sizin dediklərinizə. Çünki mövzu yarıda qalmasın, mövzunun davamı üçün. Yox, siz ondan narahat olmayın. Mövzu yarıda qalmır. Zaman gələrkən hər şeyin öz məqamı var da. Məqamı gələrkən yəqin ki, o cümlələrdə səslənəcək. Olsun. Mən sizə istəyirəm başqa aspektdən sual verim. Ona görə mən sizə mənzum şeirlərinizdən nümunə ilə başlamağı istədim. Sizdən mən Atif müəllimdən soruşduqlarımı, Ataş müəllimdən soruşduqlarımı soruşmayacağam. Sizi mən bura tamam başqa şey üçün çağırmışam. Baxmayaraq ki, eyni proqramdayıq, amma düşüncələrim başqa yöndədir. Polemik açmaq fikrimdə yoxdur. Sizin bilgiləriniz, Ataş müəllimin bu barədəki bilgiləri bizə yetir. Biz sizdən onun demədiklərini istəyirik soruşaq. Folklorda, konkret olaraq aşıq yaradıcılığı, klassik divan ədəbiyyatında Azərbaycan, müasir Azərbaycanlı nəyi itirib? Siz çox gözəl bilirsiniz, mən nəyə işarə edirəm? Əlbəttə, bu mövzu çox dərin bir mövzudur və gərəkli və vacib bir mövzudur. Azərbaycan mənəviyyatı, o kökləndiyi o məsələlər ki var, o məsələlər bir qədər zəifliyib elə bil ki, yəni bu bizim dədələrdən, babalardan, əcdadlardan gələn böyük bir mənəviyyat yolu var, bir irs var, bir miras var. Biz o mirası mənimsəməliyik və daşımalıyıq. Adını deyin bizim həm vəzifəmizdir, həm borcumuzdur. Onun adı birinci başda gəlir, yəni Allah Taalaya sevgidir, məhəbbətdir. İkinci millətə sevgidir, məhəbbətdir. Üçüncü ailəyə sevgidir, məhəbbətdir. Ailə dedikdə isə, yəni əvvəl konkret şəkildə nəzərdə tutulur bir ailə olaraq və sonra isə qohum, əqraba, dost, tanış və bütün insanlar o ailəyə daxil edilir. Yəni bunlar hamısı ədəb qaydalarıdır. Ədəb qaydaları isə Allahın insanlara bəxş etdiyi bir ləyaqətdir, bir həyadır, həya hissidir. İnsan elə ünsiyyət sözündəndir və insanlar bir-biri ilə ünsiyyət qurduqca və ünsiyyət qurmağın da bir səbəbi var, ünsiyyət qurduqca daha da kamilləşirlər və ünsiyyət qurmağın səbəbi də birinci Allah Taalanı tanımaqdır. Yəni ünsiyyət sözü əslində Allah Taalanı tanıyan hər bir şeyi tanıyır. Yəni yaxşı olan, nə gözəl olan nə varsa tanıyır. Çünki yaxşı olan, gözəl olan nə varsa o Allaha məxsusdur. Mən sizdən şeir istədə səhv etməmişdim. 3 kateqori üstündə də məhəbbət adını çəkdiniz. Bəli, bəli. Çünki məhəbbət bütöv bir məhəbbətdir. Məhəbbət vahiddir. Yəni vahid olanındır məhəbbət. Dünyanı yaradanındır. Yaradılana baxıb yaradanı dərk etməlisən. Nə gözəl. Ataş müəllim, folklorumuzda lap mifdən gəlmə bu şeylər var da, insanın ilahi bir qüvvəyə münasibəti, ehtiyacı.
Sizcə öncə ehtiyac yaranıb sonra yoxsa məhəbbət? İnsan ehtiyacından mı sevib Tanrısını, o görmədiyi bir xilqəti, yoxsa sevdiyinə ehtiyac duyub sizcə? Doğrudan belə bir məsələ haqqında yəni konkret fikir söyləmək biraz məsuliyyət hesab olunur. Çünki bu məsələlərin əlbəttə ki bir ciddi şəkildə, yəni xüsusilə əgər söhbət folklor aləmindən və bu aləmi əks etdirən folklor mətnlərindən söhbət gedirsə, ilkin ibtidai təsəvvürlərə biz baxıb bu barədə müəyyən insanların şuurunda, düşüncəsində, onun yaşadığı etnik, mədəni bir mühit deyilən bir anlayış var. Bu anlayışda özünə hopmuş, onun empirik təcrübəsi var, yəni tarixi bilgiləri var. Bütün bunlar hamısı, bax, dediyim kimi folklor adına olan şeylər, onun mətnin çevrəsi, mətndən qabaq yaradılmış onun etnik, mədəni bir mühitidir. Bura baxıb yalnız, mətnə baxaraq, bu düşüncəyə baxaraq, bu düşüncədə daşıyıcısının o məsələlərə münasibətindən çıxış edərək biz bu barədə fikir söyləyə bilərik. Əlbəttə, çevrəsində olduğu dünya və kainatdan aldığı bilgiləri insan ilkin olaraq təcrübi, yəni bir şəkildə mənimsəmiş. Onların, yəni belə deyək də, bir pragmatik funksionallığını dərk etmiş, yəni özü üçün lazım olduğu məsələləri, yəni ona xeyir gətirən və yaxud ona ziyan gətirən məsələlərə birinci münasibətini müəyyənləşdirmiş, sonra tədricən bu təcrübəni o, belə deyək də, kanonik olaraq biçimləyərək, qanunlu bir qəliblərə salaraq, ondan sonra özünün bir, belə deyək, ədəbiyyatın bədii, estetik tərəfinə müncər etmiş və onu bir obrazlaşdırılmış. Çox gözəl. İndi mən belə bir şey deyim də sizə. Sizcə folklor ilk növbədə bədiyyatdır, eləmi? Bədiyyat da orada var, təbii ki. Amma ilkin olaraq... Söhbət ədəbiyyatdan getmir. Estetik görüntüdür, yəni folklor. Əgər funksiyalarına fikir versik, folklorun bəlkə də onlarca funksiyaları var. Yalnız bədii, estetik zövq gətirən tərəfi onun bir tərəfi ola bilər. Amma başqa nə var? Etnografi tərəf var. Çox tərəfləridir. Mən yenə də adına müraciət etdiyim həmən məqalədə folklor, aksioma və absurd arasında Hüseyn İsmailovun müraciət etdiyi o məqalədə 7 prinsipini orada göstərir. Amma bu prinsiplər təbii ki tam deyil. Bunu diqqətlə araşdırılsa, bunun prinsipləri çoxala da bilər. Məsələn, nədir? O modellər əsasında folklorun yarandığı əslində qəliz bir prosesdir bu. Bu modelə variantlılıq da daxildir, variant və versiya təbii ki. Onun ənənəvi olduğu da daxildir, onun empirik təcrübənin də, yəni pragmatik funksionallığı da xeyir gətirmək və yaxud ziyan gətirmək, bayaq qeyd etdiyim ki, məsələləri daxildir. Onun semantik dil xüsusiyyətləri də, yəni eyni zamanda bu məsələlər, fikirlər hasalanır. Yazılı ədəbiyyatdan fərqli xüsusiyyətlərini də burada biz görürük. Siz detallara bölünürsünüz. Biz buna qayıdacağıq, amma mən ümumi bir şey sormaq istəyirəm. O sözüm göydə qaldı, sualım mənim. Cavab ala bilmədim sizdən. Atif müəllim, xalqın bilgiləri, topladığı informasiyalar necə olur bədiləşir? Estetik şəkil alır ki, biz ona deyirik folklor. Tutaq ki, oyun salır, oyuna sayacı nərməsi deyir. Tutaq ki, mən üzr istəyirəm, o qobustan qayalar daş üzərində rəsmlər də folklor hesab edir. Təbii. Onda biz belə eləyək də, birinci biz folklor istilahını aydınlaşdırmaq kriteriyalarını aydınlaşdırmaq üçün. Çünki min illərin bir qədər qısalaşdırarıq, min illərin təcrübəsini, gedən prosesləri, onların ifadəsini, 19-cu əsrdə yaranmış, 100-150 il bundan qabaq yaranmış, bizim məişətimizə, leksikonumuza daxil olmuş bir sözlə ifadə etmək özünü doğrultmur. Doğrultmur, əhsən. Mən bunu istəyirəm eşinir. Birinci anlayış budur. İkinci anlayış budur ki, biz yazılı ədəbiyyatla folklor anlayışı yaratmışıq, onları qarşıya qoymuşuq və xüsusilə də üstünlüyü yazılı ədəbiyyata vermişik və belə adlandırmışıq ki, yazılı ədəbiyyatda folklor. Ancaq əslində belə oxunmalı deyil. Yazılı ədəbiyyatda folklor deyil, folklorda yazılı ədəbiyyat olmalıdır. Yəni siz yazılı ədəbiyyatı da xalq məfkurəsinin bir hissəsi zənn edirsiniz. O barədə bir neçə cümlə deyəcəyəm. Folklorda yəni yazılı ədəbiyyat olmalıdır. Və biz hətta yazılı ədəbiyyatın özündə də nöqsanlara yol vermişik. Biri var yazıya alınan ədəbiyyat, biri var yazılı ədəbiyyat. Biz yazıya alınan ədəbiyyatla yazılı ədəbiyyat arasında qarışdırmışıq. Elə bir sərhəd qoymamışıq, onları eyniləşdirmişik, mənaları eyniləşdirmişik. Yazıya alınan ədəbiyyat
bizim folklor örnəklərimizdir, eposlarımızdır, Oğuznamələri. nağıllarımızdır. Bunlar yazıya alınan ədəbiyyatdır. Dədə Qorqud kitabı. Yazılı ədəbiyyat isə bizim götürdüyümüz, Azərbaycan ədəbiyyatında götürdüyümüz Həsənoğludan başlayan, hələlik bizə Həsənoğlu ilə məlum olan Müəllifi 13-cü bilinən- müəllifliyi. Yəni Həsənoğlu da o demək deyil ki, yəni ədəbiyyat bizim Azərbaycan dilli, türk dilli ədəbiyyatımız Həsənoğluda başlanıb. Bu o demək deyil. Sadəcə olaraq əldə olan ilk nümunə İlk olur. nümunə. Bəli. İlk nümunə 14-cü olur. əsrin Və yazılı yazılı ədəbiyyat isə nümunələrdən. Həsənoğludan gələn, Xətaydə, Füzulidə keçən, bu ədəbiyyat isə yazılı ədəbiyyatdır. Dədə Qorqud kitabı misal üçün yazılı ədəbiyyat deyil, yazıya alınan ədəbiyyatdır. Yazıya alınan ədəbiyyat olduğu üçün də həmin əsərlərin özünün bir qismi bizə çatır. Yəni nəyə görə bir qismi çatır? Çünki xalq arasında yüzlərlə boylar, söyləmlər olub. Variantları, Və versiyaları, onlar təbii bir ki. şəxs tərəfindən yazıya alınıbdır. Və biz buradan gəlib çıxırıq folklorun əslində struktur mahiyyətinə. Yəni bu o mahiyyətdir ki, folklor nə cür yaranır? Birinci folklor yaranır fərd əsasında. Yəni bir fərd müəyyən öz dünya görüşünü söyləyir, müəyyən bir fikir söyləyir, tutalım bir bayatı söyləyir. Sonra o xalq arasında yayılır, başlayır variantlaşmağa, başlayır cilalanmağa, təzələnməyə, bir qədər dəyişib daha gözəlləşməyə və beləliklə cilana o xalqlaşır. Folklor sözünün elə kökündə olan Bəli, xalq söz də anlayışı elə dayanır. loru söz, bizim xalq atalar sözü olan loru söz, yəni xəlqiləşir. Xəlqi bir sözə çevrilir. Və buradan sonra sizin sözünüzlə bağlı gəlirik biz, gəlib çıxırıq folklor anlayışını özüm üçün aydınlaşdırmağa. Bu zaman belə bir anlayış bizim üçün aydın olur. Birinci, ədəbi mətn olmaqdan əvvəl, birinci bu bizi aparıb çıxardır mifologiyaya, mifologiyanın bizi haqqında bir qədər söhbət açmalıyıq. Folklor mətn olmaqdan əvvəl inanc hadisəsidir. Tamamilə. Və yaxud da ki, inanc hadisəsindən də kənar, sonradan başlanan digər hadisələrdir. Hadisəni necə götürək? Tutalım, Allah Taala səmavi kitablar indiribdir. Onun sonuncusu və daha doğrusu birincisi və sonuncusu İslamdır. Və burada mən bir məsələyə də o söz gəldi, aydınlıq gətirim ki, Muhammed Əleyhisselam sonuncu peyğəmbər deyil, xatəm peyğəmbərdir. Yəni xatəm peyğəmbər birinci ilə axırıncını, hamısını cəmləyib, bərabərləşdirən, ona möhür vuran, xətm edən peyğəmbərdir. Və oradan həmçinin də sonuncu mənası gəlir, funksionallaşır. Sözün funksionallaşması var, funksionallaşır, sonuncu mənası da aydın olur. Və əgər tutalım Məhəmməd peyğəmbər haqqında heç bir nət deyirlər də, yazılı ədəbiyyatda buna nət deyirlər, Məhəmməd peyğəmbərin vəsfi haqqında, Allah Taala haqqında olan vəsfləri isə münacat deyilir. Misal üçün, Məhəmməd peyğəmbər haqqında heç bir nət belə yazılmasaydı, heç bir nət, Allah Taala onu peyğəmbər olaraq, sonuncu peyğəmbər olaraq, möhür vuran peyğəmbər olaraq göndərmişdi. Onun peyğəmbərliyindən heç nə əskilməyəcəkdi. Allah özü vəsf eləmişdir. Yəni Allah Taala özü onu vəsf etmişdi və insanlar başlayır peyğəmbər haqqında, peyğəmbərin keyfiyyətləri haqqında, onun vəsfləri haqqında müəyyən sözlər söyləməyə, artıq orada inancılar bədiləşməyə başlayır. Bədii ifadələr üzə çıxmağa başlayır. Gəlin belə deyək də, dinlər öncəki inanc təfəkkürünə dönək. Yəni mifə. Bəli, ilkin belə də ibtidai din də deyə bilərik, şərt olaraq. Balaca haşiyə qoymaq istəyirəm. Əziz tamaşaçılar, üzümü sizə də tuturam. Bayaq mən bir söz arası xahiş edim alimlərimizdən. Sizcə alimlərimiz elm niyə xəlqiləşə bilmir? Hələ buna bir cavab tapa bilək. Biz oturmuşuq, indi tribunamız bizim elmi seminar deyil, konferans deyil, bizə xalq baxır. Hələ biz çox sadə danışırıq. Bizim alimlərimizin elə əsərləri var ki, onu özü gərək oturub lüğətlə oxusun. Bu elm praktiklə illah da ki, bu sahələr, humanitar sahələr, bu xalqa sirayət etməyəcəksə, xalq bundan faydalanmayacaqsa, bu elm kimə lazımdır? Çox doğru. Bu alimin aldığı elmi diplomdan başqa nə şey mahiyyəti də mən haqlı, yəni faydalanmaz. Bəli, haqlı olaraq problemə. O elm o alimin özünə fiziki fayda gətirir və salam. Bir sıra məsələlər var ki, bu gün gündəmdədir. Onlardan biri də indiyə qədər folklor adına araşdırılan tədqiqatların bir çoxunda istifadə olunan üsul və metodların yanlış olması fikrinə gətirir, çıxarır. Bax, sizin bu dediyiniz məsələlər. Yəni, Avropadan və dünyadan qəbul etdiyimiz metodlarla biz öz milli təfəkkürümüzü, milli mənəvi ölçülərimizi biz müəyyənləşdirmişik. Açıq mənim gözlərim üstündə məsələdir ki, 19-cu əsrdə yaranmış dillə biz tariximizi, folklorumuzu araşdıra bilmərik. Mümkün deyil. Ona görə də bu əvvəl şərqdə olan elmlərə biz diqqət yetirməliyik. Biz onu qatmışıq. Bəli, bax, bunlarda olan məsələlərin, tutalım ki, Avropa onları necə mənimsəyib və ondan necə faydalanıb,
Yəni bu tamam başqa məsələdir. Amma biz öz əski ənənəmizin, əski təfəkkür tərzimizin, bir sıra o dediyiniz sakral dünyanın dərki ilə bağlı öz milli mənəviyyatımızın ölçülərinə diqqət yetirib. Tamam, bu haşiyəni kapatdıq. Yəni biz burada razılaşdıq ki, bugünkü elmi dilimiz kifayət kafi deyil. Qane edici deyil. Dönəlim dinlər öncəsi inanc məsələsinə. Mif folklor deyil. Amma belə deyək də, qalıntıları yaşayır folklorda mifin. Tamamilə mif dağılıb gedir. Mifdən folklora keçid necə olub? Zamanı istəmirəm sizdən soruşam. Mənə zamanını deməyin. O heç kimsə onu deyə bilməz. Nə zaman mif folklorlaşdı, amma keçid necə olub? Bir neçə cümlə söyləyim bu barədə. Ola bilsin ki, mifologiya bu bir qədər yeniləşmiş baxış olsun. Ancaq onu da deyim ki, yalnız mənim tərəfimdən deyil, müəyyən alimlər tərəfindən də söylənilibdir. Lakin bir qədər azlıqda qalan alimlər tərəfindən söylənilir. Əslində belə götürürlər ki, birinci götürürlər mifoloji təfəkkür. Mifoloji təfəkkürdən sonra götürürlər tarixi təfəkkür, yəni tarixi proseslər. Və belə göstərirlər ki, mifoloji təfəkkürdə insanların daşdan, sudan, qorxudan, müəyyən onlara inanc bəsləməsindən müəyyən rəvayətlər, epik əsərlər meydana gəlmişdir. Lakin əslində məsələyə çox diqqətlə yanaşmaq lazımdır. Mif iki halda, yəni mif özü də folklor kimi hələ mifin özünü ifadə etmir. O da hansısa bir sözün ekvivalentidir. Yəni ondan əvvəl də o mif anlayışını, mifoloji anlayışını ifadə edən hansısa bir sakral söz olmuşdur. Təbii mif Yunan terminidir. Və sonra o söz ilə əvəzlənmişdir. Mif iki anlayışda götürülür. Birinci inanc hadisəsi kimi. Mif nədir? Birinci mif dünya görüşüdür. İnanc formasıdır. Ona görə də orada sakrallıq və profanlıq var. Onu izah edin bizə, xahiş edirəm. Sakrallıq nədir, profanlıq nədir? Bu sakrallıq, profanlıq bütün fəlsəfi ədəbiyyatda keçən Allah Taala və varlıq, mümkün varlıq, zəruri varlıq, immanent, transcendent kimi misallardır. Turan işraqilikdə olan misallar kimi nurləm var və yəni maddə olan varlıq, substansiya, instansiya kimi belə terminlərdən biri kimi olan bir hadisədir. Yəni əslində burada yaradandır. Yaradan Allah Taala inancılar sistemi nədir? Bu bizdən əvvəlki dinlərin, siz ki dediniz ki, əvvələ gedək. Bizdən əvvəlki dinlərin əslindən başqa bir şey deyil, özündən, özəyindən başqa bir şey deyil. Yəni biz İslamı götürəndə biz yenə İslama gəlməliyik ki, mifologiyanı izah edək. İslama gəlməsək mifologiyanı izah edə bilmərik. İslamı götürəndə biz belə götürürük ki, həmin dövrdə Muhammed Əleyhisselam gəlmişdir və İslam yaranmışdır və sonra götürürük ki, mədəniyyət, ondan əvvəlki mədəniyyət başqa mədəniyyətdir, fetişizmdir, digər mədəniyyətlərdir. Lakin biz nəzərə almırıq ki, dünya bina olandan yer üzərinə inən ilk insan Adəm Əleyhisselamdır. Yəni biz tarixi İslamı götürürük, fəlsəfi İslamı isə qəbul edib götürürük. Tarixi İslamla İslam 7-ci əsrdə başlayır. Fəlsəfi İslamda İslam Adəm Əleyhisselamda başlayır, Muhammed Əleyhisselamda. Tamam. Dediyimiz kimi. Bir dəqiqə, mən kəsməyə məcburam, bir dəqiqə, üzr istəyirəm. Bəhsimiz bu deyil, Atif müəllim. Gəlin ümumiləşdirək. Mən nə demək istəyirəm? Sözünü sizə verəcəm. Siz qalın orada, yazıda saxlayın mövzunu. Maraqlı yerə toxunmuşsunuz. Fəqət mif, hər ikizə sualım var. Mifik düşüncə. İlkin inanc deyirik biz, sakral dediniz. O düşüncə təbii ki, rabitədir. İnsan Allah rabitəsi. Əlbəttə. O rabitə ehtiyac və qorxu üzərində qurulmuşdur, yoxsa məhəbbət üzərində? Təbii ki, məhəbbət üzərində qurulmuşdur. Çünki mən sözüm də o idi ki, yəni Adəm Əleyhisselam necə yer enmişdir. Belə şey eləyək də biz. Sonra ki, İslamiyyət gələndən sonra ki, sufilər yarandı İslam içində. Allaha qarşı məhəbbət hissi yaşadanlar, şəriətdən ayrıldılar. Çox alimlərin, Avropalıların, şərq alimlərin özlərinin də əsərlərində mənbələr kifayət qədər var ki, İslama qədər sufilər var idi. Xalq sufizmi deyilən bir anlayış. Fəzlullah Xunacı yazır ki, deyir, Əbdülmütəllibin zamanında, Əbdülmütəllib Həzrət Məhəmmədin babasıdır. Əbdülmütəllibin zamanında Kəbəni ziyarət